Hamıya salam, mən bugün sizlərə Windows'un aktivləşdirilməsini göstərəcəm. Windows aktivləşdirmə əsasən formatdan sonra olur. Çünki formatdan sonra görürsünüz ki, burada əgər aktivləşdirməmişsinizsə, yəni lisenziya kodunuz yoxdursa, belə aktivləşdirəcəksiniz. Görürsünüz ki, burada bu hissədə belə balaca yazı gəlib. Windows 8.1 build 9600 saat belə yazılar gəlir. Aktivləşdirilməyəndə belə olur. Əgər lisenziya kodunuz yoxdursa, indi mənim göstərəcəyim yolla aktivləşdirə bilərsiniz. Əvvəlcə mənim sizə videonun altına verdiyim linkə daxil olub bu proqramı yükləyəcəksiniz. RAR fayl şəklindədir. Daxil oluruq bu fayla və burada gördüyünüz kimi kms.autonet.exe fayl var. Daxil oluruq buna. Mənim sistemim hal-hazırda aktivdir, amma sizin üçün yenə də göstərəcəm. Sizinki aktiv olmaya bilər. Proqram açıldıqdan sonra sizdə fərqi yoxdur, belə gələcək, 3 hissədən ibarət olacaq. Siz elə main bölməsindən, bu birinci bölmədən activation-a basacaqsınız və buradan da activate Windows bölməsinə basacaqsınız və gözləyəcəksiniz. Gördüyünüz kimi burada aşağıda yazılar gedir. Bu yazılar sonda dolduqda deməli Windows artıq aktiv olacaq. Və bir şey də qeyd edeyim ki, bunu yükləməmişdən qabaq bu proqramı yükləməmişdən qabaq ESET və yaxud Avira kimi antiviruslar, hər hansı bir antivirus ümumiyyətlə varsa kompüterinizdə söndürün onu və yaxud qoymayın ki, proqram silsin. Əslində proqramda virus yoxdur. Prosta proqram Windows'u sındırır deyənə, yəni açarını yazır deyənə öz-özünə, ona görə qoymur. Gördüyünüz kimi product successfully activate, yəni produktumuz uğurla aktiv olunmuşdur. Bu yazı gəldikdən sonra buradan çıxıb kompüterə perzerska verir, yəni söndürüb yandırıq. Bundan sonra artıq Windows'unuz aktivləşdirilmiş olur. Bu qədər. Sağ olun, salamat qalın. Başa düşməyən bir şey olsa, anlaşılmayan bir şey rəy bölümündə yazmağı unutmayın. Zəhmət olmasa abunə də olarsınız. Sağ olun, salamat qalın.